Verilmiş ədədin rəqəmlərlə yazılmış şəkli aşağıdakılardan hansıdır? 40 milyon 63 min, görürsünüz 100 minliklər mərtəbəsində heç bir rəqəm yoxdur, ona görə 0 yazacağım. 63 min 8, 40 milyon 63 min 8. Bu hansı varianta uyğun gəlir? Əlbəttə ki, C variantına. Yuxarıdakı nöqtələrin yerinə ardıcıl olaraq uyğun gələn müqayisə işarələri aşağıdakılardan hansıdır? Birinci bəndə baxaq. 2 milyon 220 min 125 və 2 milyon 220 min 250. Dostlar, 2 milyon 220 min hissəsi hər ikisində eynidir. Amma yüzlüklər mərtəbəsini müqayisə eləyəndə birinci ədəddə yüzlüklər mərtəbəsində 1 durur, ikincidə 2. Deməli, ikinci daha böyükdür. Yəni, birinci ikincidən kiçikdir. Kiçikdir işarəsi istifadə edəcəyik. İkinci bəndə baxaq. 1 milyon 398 min 680 və 1 milyon 389 min 860. Baxaq, milyonluqlar mərtəbəsi eyni oldu. 100 minlik də eyni oldu. Amma 10 minliklər mərtəbəsində birincidə durur 9, ikincidə durur 8. Deməli, birinci daha böyükdür. Davam eləyək. 15 milyon 67 min 724 və 15 milyon 607 min 274. 15 milyon ikisində də eynidir. Amma digərində 100 minliklər mərtəbəsində birincidə durur 0, o birində durur 6. Deməli, birinci daha kiçikdir. Kiçikdir işarəsi istifadə edəcəyik. Kiçikdir, böyükdür, kiçikdir. Bu da A variantında özünü göstərir. A variantı doğru cavabdır. Bir fərq əməlində azalanı 30 vahid artırsaq və çıxanı 45 vahid azaltsaq, fərq necə dəyişər? Dostlar, azalan nə qədər artırsa, fərq də o qədər artır. Yəni, fərq azalan 30 vahid artıbsa, fərq də 30 vahid artacaq. Çıxılan 45 vahid azalırsa, fərq tam tərsi 45 vahid artmalıdır. Deməli, cəmi 75 vahid artmış olacaq. A variantı doğru cavabdır. Aşağıdakılardan hansılar qarşılıqlı sadə ədədlərdir? Qarşılıqlı sadə ədəd nə deyilir? Yalnızca bir ortaq bölənləri olmalıdır bunlar, düzdür? Yəni, hər ikisinin ortaq böləni sadəcə 1 ola bilər. 3, 9. Həm 3, həm 9 3-ə bölünür. Deməli, bunlar qarşılıqlı sadə ola bilməzlər. Həm 12, həm 18, məsələn, 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür. Bunlar da qarşılıqlı sadə ola bilməz. 4 və 22-nin hər ikisi 2-yə bölünür. Bunlar da ola bilməz. 6 ilə 25 isə hər ikisinin bölündüyü tək bir ədəd var, o da 1-dir. 1-dən başqa ortaq bölənləri yoxdur bunların. Deməli, bunlar qarşılıqlı sadə ədədlərdir. C variantı doğru cavabdır. Hesablama əməlində boş xanaya uyğun gələn ədədi tapın. 6-nın kubu üstə gəl 5-in kvadratı çıxılsın neçə bilmirik? Bərabər olub 14-ün kvadratına. Dostlar, 6-nın kubu, yəni 6 vurulsun 6 vurulsun 6, 216-ya bərabərdir. 5-in kvadratı 25-dir. Neçə çıxacaq bilmirik, amma bərabər olub 14-ün kvadratına, yəni 196-ya. Hesablayaq 216 ilə 25-in cəmini. 6 ilə 5-im 11, 1 yazıram 1 yadda, 2 ilə 1-im 3, 1 də yadda 4, 2 də olduğu kimi düşür. 241-dən neçə çıxsam 196 qalar. Bunu tapmaq üçün 241-dən 196 çıxmalıyam. Yenə kənarda çıxaq. 1-dən 6 çıxa bilmirəm, 4-dən 1-ni verdim. 11-dən 6 çıxanda qaldı 5, 4-dən 1-ni vermişdim, qalmışdı 3, 3-dən 9 çıxa bilmirəm, 2-ni 1-imi verdim. 13-dən 9 çıxanda qaldı 4. 2-dən 1-in vermişdim, qalmışdı 1. 1-dən 1 çıxanda qaldı 0. Onu da yazmıram. Deməli, boş xananın yerinə 45 olmalıymış. B variantı doğru cavabdır. Hansı ədədi 300 vahid artırıb, sonra 500 vahid azaltsaq 762 alınır? Ədəd var, neçədir bilmirik. Amma onu 300 vahid artırıb, sonra 500 vahid azaltsaq 762-yə bərabər olacaq. Yəni, 300 vahid artırıb 500 vahid azaltsaq nə deməkdir bu? Yəni, cəmdə 200 vahid azaltmaq deməkdir, düzdürmü? Bərabərdir 762-yə. Bu ədəd neçəymiş sən demə? Bunu tapmaq üçün 762-nin üzərinə gəlməliyəm 200-ü. Çünki azalan, çıxılan fərq, düzdür? Neçə eləyəcək? Kənarda toplayaq. 2 ilə 0, 2, 6 ilə 0, 6, 7 ilə 2, 9. 962. C variantı doğru cavabdır. 360 ədədinin sadə vurğulara ayrılmış şəkli aşağıdakılardan hansıdır?
Yəni 360-ı sadə vurğulara ayıraq. 2-yə bölünür, 180 qalır. Yenə 2-yə bölünür, 90 qalır. 90 da 2-yə bölünür, 45. 45 2-yə bölünməz, amma 3-ə bölünər. 3-ə böldüm, qaldı 15. 15 də yenə 3-ə bölünər, qaldı 5. 5 də 5-ə bölünəndə qaldı 1. 3 dənə 2 oldu, yəni 2 üstü 3. 2 dənə 3 oldu, yəni 3 üstü 2. 1 dənə də 5 oldu. Vurulsun 5. Hansı variant uyğun gəlir? D variantı. Cavabımız oldu D. Fermada 1245 ədəd toyuq və toyuqlardan 386 ədəd az cücə var. Fermada cəmi neçədir toyuq və cücə var? Baxaq, toyuqların sayı verilib 1245. Cücələrin sayını bilmirik, amma bilirik ki, bu 1245-dən 386 vahid azdır. Gəlin alt-alta çıxaq. 1245 çıxsın 386. 5-dən 6 çıxa bilmirəm. 4-dən birini verdim. 15-dən 6 çıxanda qaldı 9. 4-dən birini vermişdim, qalmışdı 3. 3-dən 8 çıxa bilmirəm. 2-dən birini verdim. 13-dən 8 çıxanda qaldı 5. 2-dən birini verdim, qaldı 1. 1-dən 3 çıxa bilmirəm. Birini verdim. 11-dən 3 çıxdım, qaldı 8. 1-dən də birini verdim, qaldı 0. Deməli, cücələrin sayı 859 imiş. İndi bizdən toyuq və cücələrin ümumi sayını istəyir. Bunu tapmaq üçün nə edəcəyik? 1245-in üzərinə gələcək 859-u. 5 ilə 9-un cəmi 14. 4 yazıram 1 yadda. 4 ilə 5-in cəmi 9. 1 də yaddaydı 10. 0 yazıram 1 yadda. 2 ilə 8-in cəmi 10. 1 də yaddaydı 11. 1 yazıram 1 yadda. 1 də yadda 2. Deməli, cəmi 2104 ədəd toyuq və cücə var. A variantı doğru cavabdır. Hesablama əməlində boş xanaya uyğun gələn ədədi tapın. Bunun üçün gəlin əvvəlcə sol tərəfdəki ifadəni hesablayaq. 80 vurulsun 5, üstə gəlinsin 50. 80-i 5-ə vuranda eləyəcək 400, üstünə 50 gələndə eləyəcək 450. İndi boş xanadakı ədəd neçədir bilmirik, amma onu 2-yə böləndə 450 eləyib. Boş xanadakı ədəd tapmaq üçün nə edəcəyik? Əlbəttə ki, 450-ni vuracaq 2-yə. 0 olduğu kimi salaq. 2 dəfə 5, 10. 0 yazıram 1 yadda. 2 dəfə 4, 8. 1 də yadda 9. Deməli, boş xanada 900 yazılmalıymış. C variantı doğru cavabdır. Aşağıdakılardan hansı mürəkkəb ədəddir? Dostlar, ədədin mürəkkəb ədəd ola bilməsi üçün onun 1 və özündən başqa hər hansı başqa bir ədədə də bölünməyi lazımdır. Məsələn, 23-ün bölənləri sadəcə 1 və 23-dür. 29-un da eyni şəkildə 1 və 29-a bölünür təkcə. 31 təkcə 1-ə və 31-ə bölünür. 27 isə mürəkkəb ədəddir. 27 1 və özündən, yəni 27-dən başqa məsələn 3-ə də bölünür, 9-a da bölünür. Gördünüz, onun bölənlərinin sayı çoxdur. Deməli, B variantı 27 mürəkkəb ədəddir. Yuxarıda verilmiş ədədlərdən neçəsi sadə ədəddir? Dostlar, verilmiş ədədin sadə ədəd ola bilməsi üçün sadəcə 1-ə və özünə bölünmək lazımdır. 13 bəli, sadəcə 1-ə və 13-ə bölünür. 17 də 1-ə və 17-yə bölünür. 23 1-ə və 23-ə bölünür. 33 1 və 33-dən əlavə 3-ə, məsələn 11-ə, bu ədədlərə bölünür. Bunu götürməyəcəyik. 39 1 və 39-dan əlavə 3-ə ya da 13-ə bölünür. Bunu da götürməyəcəyik. 47 bəli, sadəcə 1-ə və 47-yə bölünür. 51 xeyr, 51 3-ə də bölünür, 17-yə də bölünür, götürməyəcəyik. 59 3-ə də bölünür, 19-a da bölünür, götürmürük. 69 da yenə 3-ə bölünür, 23-ə bölünür, götürmürük. 91 7-yə bölünür, 13-ə bölünür, götürə bilmərik. 97 isə sadəcə 1-ə və özünə bölünür. Deməli, hansı ədədlər sadə oldu? 1, 2, 3, 4, 5. 5 dənə sadə ədəd tapdıq. Cavabımız oldu A variantında. 540 ədədinin sadə vurğulara ayrılışı verilmiş şəkildə olarsa, A, B, C-nin cəmini tapın. Gəlin əvvəlcə 540-ı sadə vurğulara ayıraq. 2-yə bölünür, 270. Yenə 2-yə bölünür, 135. 135 2-yə bölünmür, amma 3-ə bölünür. Gəlin kənarda bölək 135-i 3-ə. 1-in içərisində yoxdur, 13-ün içərisində 4 dəfə. 4 dəfə 3, 12. Çıxanda qaldı 1. 5-i salaq, 15-in içərisində 3, 5 dəfə. Çıxanda 15 qaldı 0, 45 qaldı. 45 3-ə bölünür, 15 olur. 15 3-ə böləndə qalır 5. 5-i 5-ə böləndə qalır 1. Deməli, neçə dənə oldu? 2 üstü 2, 3 üstü 3 və 5. 5-dən bir dənədir, 5 üstü 1 yəni. Deməli, 2 üstü 2, A 2-dir. 3 üstü 3, B 3-dür.
5 üstü 1. C 1'dir. A, B, C'nin cəmini tapın deyir. 2 üstəgəl 3 üstəgəl 1. Bu da bərabər olur 6-ya. C variantı doğru cavabdır. A və B qarşılıqlı sadə ədədlərdir. Əküb və əbub AB aşağıdakılardan hansıdır? Dostlar, qarşılıqlı sadə ədədlərin əkubu onların hasilinə, əbubu isə 1-ə bərabər olur. Yəni A vurulsun B üstəgəl 1. A variantı doğru cavab olacaq. Verilmiş əməldə A-nın yerinə yazıla biləcək ən böyük ədəd neçədir? Gəlin əvvəlcə sağ tərəfə həll eləyək. 2054 çıxılsın 928. 4-dən 8 çıxa bilmirəm. 5-dən 1-ni verdim. 14-dən 8 çıxanda qaldı 6. 5-dən 1-ni vermişdim, qalmışdı 4. 4-dən 2 çıxanda qaldı 2. 0-dan 9 çıxa bilmirəm. 2-dən 1-ni verdim. 10-dan 9 çıxanda qaldı 1. 2-dən 1-ni vermişdim, qalmışdı 1. 1126. Deməli, ifadəni sadə şəkildə A kiçikdir 1126 şəklində yaza bilərik. 1126-dan kiçik ən böyük ədəd əlbəttə ki 1125-dir. D variantı doğru cavabdır. A və B ədədləri aşağıdakılardan hansı ola bilər? Dostlar, bizə şərt verilib. A və B-nin əkubu onların hasilinə bərabərdir. Bu nə deməkdir? Bu ancaq o halda ola bilər ki, A və B bir-birinə qarşılıqlı sadə ədədlər olsunlar. Yəni, yalnızca 1-ə bölünsünlər. Ortaq bölənləri yalnızca 1 olsun. 3 və 6-nın hər ikisi 3-ə bölünür. Birdən fərqli ortaq bölənləri oldu. 5 və 15-in hər ikisi 5-ə bölünür. 9 və 12-nin hər ikisi 3-ə bölünür. Amma 4 və 9 qarşılıqlı sadə ədədlərdirlər. Onların birdən başqa heç bir ortaq böləni yoxdur. Cavabımız da olacaq ona görə B variantında. Verilmiş rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazıla biləcək ən böyük tək 5 rəqəmli ədəd ilə ən kiçik 5 rəqəmli ədədin fərqini tapın. Gəlin əvvəlcə ən böyük tək 5 rəqəmli ədədi yazmağa çalışaq. Bunun üçün əlbəttə ki 7-ni birinci yazacağıq. Daha sonra 5-i yazırıq. Sonrasına baxaq indi dostlar. Bu ədəd tək ədəd olmalıdır, düzdür? Deməli 3, 0 və 2 arasından 3-ü mütləq sona yazmalıyam. Çünki 0 ya da 2 yazsam cüt ədəd olacaq. 2 ilə 0-ı da bu şəkildə yazıram. Ən böyük tək 5 rəqəmli ədədi tapdıq. İndi gedək ən kiçik 5 rəqəmli ədədi tapaq. Ən kiçik 5 rəqəmli ədəd üçün ən kiçikdən başlamalıyam. Ən kiçik 0-dır. 0-la ədəd başlaya bilməz. 0-dan sonra nə var? 2. 2 ilə başlaya bilərəm. Amma 2-dən həmən sonra 0-ı yazmalıyam artıq. Ondan sonra 3, 5, 7. Bu şəkildə davam edəcəm. Tapdıq. Bu ikisinin fərqini tapmalıyıq. 75203 çıxılsın 20357. Baxaq. 3-dən 7 çıxa bilmirəm. 0-dan 1-ni verə bilmirəm. Ona görə də 2-dən 1-ni verməliyəm. Bura olmalıdır 10. Sonra da 10-dan 1-ni verməliyəm. Burada qalmalıdır 9. 3 də olmalıdır 13. 13-dən 7 çıxanda qaldı 6. 9-dan 5 çıxanda qaldı 4. 2-dən 1-ni vermişdim, qalmışdı 1. 1-dən çıxa bilmirəm. 5-dən 1-ni verdim. 11-dən 3 çıxıram, qalır 8. 5-dən 1-ni vermişdim, qalmışdı 4. 4-dən 0 çıxanda 4. 7-dən 2 çıxanda 5. Cavabımız nə oldu? 54846. C variantı doğru cavabdır. 34 ilə 102-nin əkobunu tapmalıyıq. Dostlar, baxanda görürük ki, 34 102-nin bölənidir. 102-ni 3-ə bölsək, 34 eləyər. Bu halda bu iki ədəd haqqında nə deyə bilərik? Əlbəttə ki, onların əkobu ikisinin arasında böyüyünə bərabərdir. Yəni 102-yə bərabərdir. Cavabımız A variantındadır. Əkobu tapmalıyıq yenə. Bunun üçün nə edək? A və B ikisindən birini götürək. Məsələn, A-nı gəlin götürək. 2 üstü 4 vurulsun 3 üstü 2 vurulsun 5. Və onların arasında B-də olub A-da olmayan vuruqları əlavə eləyək. B-nin vuruqlarına baxaq. 2 üstü 3 artıq 2 üstü 4-ün tərkibində var. 3 üstü 2 yenə 3 üstü 2 kimi A-da var. Amma 7 A-da yoxdur. A-nın vuruqları arasında yoxdur. Deməli 7-ni də əlavə eləməliyik. Necə olacaq? 2 üstü 4, 3 üstü 2, 5, 7. B variantı doğru cavabdır. Hər gün 845 çörək satan mağaza 14 gündə neçə çörək satar? Necə yaparıq? 845-i 14-ə vurarıq. 4 dəfə 5-im 20, 0 yazıram 2 yadda. 4 dəfə 4-üm 16, 2 yadda. 18, 8 yazıram 1 yadda. 4 dəfə 8-im 32, 1 də yadda 33. Davam edək. 1 dəfə 5-im 5, 1 dəfə 4-üm 4, 1 dəfə 8-im 8. 0, 8 ilə 5-in cəmi 13, 3 yazıram 1 yadda. 3 ilə 4-ün cəmi 7, 1 də yadda 8, 3 ilə 8-in cəmi 11. Deməli, cəmi 11830 çörək satar. A variantı doğru cavabdır.
Aşağıdakilərdən hansı 36 və 54 ədədlərinin ən böyük ortaq bölənidir? Bunu tapmaq üçün nə edəcəyik? 36 ilə 54-ün əbobunu tapacaq. Gəlin sadə vuruqlarını ayıraq. 36-nı bölək 2, 18. Yeni 2-yə bölünür 9, 3-ə bölünür 3, bu da 3-ə bölünür 1. 54. 2-yə böldüm 27, 3-ə böldüm 9, 3-ə böldüm 3, 3-ə böldüm 1. Əbobu necə tapırıq? Ortaq vuruqlarını birinci seçirik. 3 və 3. Deməli 2 vurulsun 3 üstü 2. 3 üstü 2 9-a bərabərdir. 2 vurulsun 9, 18. Deməli cavabımız C variantında oldu. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8300 alınan ən böyük ədədin rəqəmlərinin cəmini tapın. Dostlar, hansı ədədləri yüzlüklərə qədər yuvarlaqlaşdırsaq 8300 alınır? Ya bu ədəd 8200 ilə başlamalıdır. Daha sonrasında 2-dən sonra gələn rəqəm 5 və 5-dən böyük olmalıdır, düzdür? Ya da 8300 ilə başlamalıdır və 3-dən sonra gələn ədəd 5-ə qədər olmalıdır. Hansı halda daha böyük olar bu ədəd? Əlbəttə ki, ikinci, yəni 8200 ilə başlayanları birbaşa çıxdaş eləyə bilərik. 8300 ilə başlayanlar arasında əvvəli bildik, deməli, minliklər və yüzlüklər mərtəbəsini bilirik. Onluqlar və təkliklər mərtəbəsini tapmalıyıq. Bu ədədlərin arasında ən böyüyünü istəyir bizdən. 3-dən sonra ən böyük neçə yaza bilərik yuvarlaqlaşdıranda 3 olduğu kimi qalsın, bir vahid artmasın. Əlbəttə ki 4. Çünki 5 yazsaq yuvarlaqlaşdıranda 8400-ə yuvarlaqlaşdırmalıyıq. Amma təkliklər mərtəbəsinə yazdığımız rəqəmin heç bir fərqi yoxdur. Ona görə də əlimizdəki ən böyük rəqəmi, yəni 9-u yaza bilərik. Deməli, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8300 alınan ən böyük ədəd 8349 imiş. İndi bizdən bu ədədin rəqəmlərinin cəmini istəyir. 8 üstəgəl 3 üstəgəl 4 üstəgəl 9. 8 ilə 3 11, 11 ilə 4 15, 15 ilə 9 eləyir 24. B variantı doğru cavabdır. A ədədi ilə 25 ədədinin əbobu 5, əkobu isə 150-dir. A ədədi aşağıdakılardan hansıdır? Dostlar, biz bir qayda bilirik. Bilirik ki, 2 ədədin hasili onların əbobu ilə əkobunun hasilinə bərabər olmalıdır. Yəni, A-nı tapmaq üçün 5-i 150-yə vurub 25-ə bölməliyəm. 5 dəfə 150 neçə eləyir? Kənarda hesablayaq. 150 vurulsun 5. 5 dəfə 5 25. 5 yazıram 2 yadda. 5 dəfə 1 5. 2 də yaddaydı 7. 0 da düşür aşağı 750. Yəni, A-nı 25-ə vuranda 750 eləməlidir. A neçəyə bərabərdir? 750 bölünsün 25-ə. Yəni, 30-a. C variantı doğru cavabdır. Gəlin əvvəlcə 72 ilə 96-nın əbobunu tapaq, sonra onların əkobunu tapaq, sonda isə toplayaq. Bunun üçün həm 72-ni, həm də 96-nı sadə vuruqlarına ayırmaq lazımdır. 72-ni 2-yə bölə bilərik. 36, 2-yə bölünür 18, 2-yə bölünür 9, 3-ə bölünür 3, 3-ə bölünür 1. 96-nı bölək. 2-yə bölünür 48, 2-yə bölünür 24, 2-yə bölünür 12, 2-yə bölünür 6, 2-yə bölünür 3, 3-ə bölünür 1. Əbobu necə tapacağıq? Yazaq, əbob 72, 96 bərabərdir. Orta vuruqlarını seçək. 2, 2, 2 və 3. Yəni 2 üstü 3 vurulsun 3. Bu da bərabərdir. 2 üstü 3-üm 8 eləyir. 8 vurulsun 3, yəni 24-də. İndi gəlin 72 ilə 96-nın əkobunu tapaq. Əkobu necə tapacaq? Onlardan birini götürüb yazırıq. Məsələn, 72-ni götürüb yazırıq. Vurulsun. 96-da olub 72-də olmayan sadə vuruqları əlavə edirik. Bunlar hansıdır? 2 və 2. Yəni 2 üstü 2. 72 vurulsun 4. Kənarda hesablayaq görək 72-ni 4-ə vuranda neçə eləyir? 4 dəfə 2 8, 4 dəfə 7 28. 288. İndi biz əbobla əkobu toplamalıyıq. 24 üstə gəlinsin 288. Bu da bərabərdir 312-yə. Cavabımız oldu 312. İfadənin qiymətini hesablayın. 4-ün kubu üstəgəl 6-nın kubu çıxılsın 15-in kvadratı vurulsun 34 bölünsün 22. Baxaq. 4-ün kubu 64-ə bərabərdir. 6-nın kubu 216-ya bərabərdir. 15-in kvadratı 225-ə bərabərdir. Vurulsun 34 bölünsün 22. Davam eləyirəm.
64 üstə gəl 216. Gəlin kənarda toplayaq. Eləyir 4 ilə 6, 10, 0 yazıram. 1 yadda. 6 ilə 1, 7. 1 də yaddaydı 8. 2 də olduğu kimi qalır. 280. 280-dən də 225 çıxmalıyam. Çıxılsın 225. 0-dan 5 çıxa bilmirəm. 8-dən 1-in verdim. 10-dan 5 çıxanda qaldı 5. 8-dən 1-in vermişdim. 7 qalmışdı. 7-dən 2 çıxdım qaldı 5. 2-dən 2 çıxdım qaldı 0. Yəni mötərizənin çıxını həll elədik ki, mötərizənin içi 55 imiş. 55 vurulsun 34 bölünsün 22. Əvvəlcə yenə kənarda 55-i 34-ə vuraq. 4 dəfə 5 20. 0 yazıram 2 yadda. 4 dəfə 5 20. 2 də yadda 22. 3 dəfə 5 15. 5 yazıram 1 yadda. 3 dəfə 5 15. 1 də yaddaydı 16. 0 2 ilə 5 7. 2 ilə 6 8. 1 də olduğu kimi düşür. Deməli 1870 bölünsün 22-ni tapmalıyıq. Davam eləyək. 1870 bölünsün 22. Birin içində 22 yoxdur. 18-də də yoxdur, amma 187-də var. Neçə dəfə eləyə bilər? 187-də 22, təxmini 8 dəfə. 8 dəfə 2 16, 6 yazıram 1 yadda. 8 dəfə 2 16, 1 də yadda 17. Çıxaq. 7-dən 6 çıxanda qaldı 1. 8-dən 7 çıxanda qaldı 1. 1-dən 1 çıxanda qaldı 0. 0 da düşürək aşağı. 110 içərisində 22 isə 5 dəfə olar. 5 dəfə 22 ilə 110-a bərabərdir. Qaldı 0. Cavabımız sən demə 85 imiş. A ədədini 18-ə böldükdə natamam qismətdə 13, qalıqda 6 alınır. A ədədinin müxtəlif sadə vurğularının sayını tapın. Gəlin baxaq. A-nı 18-ə böləndə natamam qismət 13, qalıq isə 6 olur. A-nı tapmaq üçün nə etməliyik? 18-i 13-ə vurub üzərinə 6 gəlməliyik. Gəlin kənarda 18-i 13-ə vuraq. 3 dəfə 8 24, 4 yazıram 2 yadda. 3 dəfə 1 3, 2 də yadda 5. 1 dəfə 8 8, 1 dəfə 1 1. 4, 5 ilə 8-in cəmi 13, 3 yazıram 1 yadda. 1, 1 də yadda 2. 234. 18 dəfə 13 elədi 234. Üstünə də 6 gəlirəm 240. İndi 240-ın müxtəlif sadə vurğularının sayını bilmək üçün əvvəlcə onu sadə vurğulara ayırmalıyam. 2-yə bölünür 120. 2-yə bölünür 60. 2-yə bölünür 30. 2-yə bölünür 15. 3-ə bölünür 5. 5-ə bölünür 1. Neçə müxtəlif sadə vurğu var? 2 var, 3 var, 5 var. Yəni 3 müxtəlif sadə vurğu var. Cavabımız oldu 3.